Lada Granta almağa dəyər. Bəzi insanlar bu maşını eşidəndə ağız büzür, bəziləri isə tərifləyir. Bəs işin gerçəyində Granta necə maşındır? 1.6 litr 4 silindrli i4 seriyalı sadə mühərrik sadə sürüş üçün çox əlverişlidir. 5 mexaniki ötürücülü sürətlər qutusu bu avtomobilə yetəri qədər bəs edər. 87 at gücü gündəlik sürüş üçün əlverişlidir. Ancaq yüksək sürət axtaranlar, yəni qısaca desək, sport sürüş istəyənlər bu maşından uzaq dursalar yaxşı olar. Eksteryeri göz oxşayandır, ancaq metalı incədir. Düzgün qulluq edilmədikdə korroziyaya uğraya bilər. Bazarına görə qiyməti çox yaxşıdır və əsl büdcə avtomobilidir. İlinə görə 12-20 min manat arası qiymətdə tapmaq olar. Ehtiyat hissəsi tez tapılandır və dözümlüyü orta səviyyədədir. Bu maşından çox da güclü komfort gözləmə. Ön oturacaqlar geniş olsa da arxa oturacaqlar hündürboy və ya kök insanlar üçün narahatdır. Xüsusən də uzaq yol şəraitində. Təhlükəsizlik baxımından isə ANCAP testlərindən 4 ulduzdan 2 ulduz alıb. Yanacaq sərfi 7-8 litr təşkil edir. Qısaca bu maşının gündəlik ehtiyacını ödəmək, aşağı xərcdə sürmək üçündür. Kimə tövsiyə edilmir? Sürüşdə komfort, müasir sistemlər, prestij və ya yüksək performans, lüks avtomobil axtaranlar üçün tövsiyə edilmir.